Bismillahirrahmanirrahim. Değerli dostlar, değerli izleyiciler, bu günler sizlere çok güzel, parlak, gözəl var, gözəl. 2 mərtəbəli, tam təmirli belə bir lüks həyət evimizin satışını çıxartmışıq. Qiyməti 85.000, tam əşyalı, həyəti bacası gördüyünüz kimi yaşıllıq, tam əşyalı 85.000-ə. Kombisi var, subakı var, radiatorlar var, içərisi mebelləri, heç şey içində qalmaq şərti ilə 2 mərtəbə sənəd fərdi yaşayış üçün verilən çıxarış sərəncamıdır. Notarial qaydada alqı-satqı olunur, məhləsi asfalt, ana yolla məsafəsi 150 metr, bazar, mağazi, məktəb, hər şey evin yaxınlığında. Bax, evdəki budur, bax. Evin girişindən bir dənə studiya, zal, mətbəx, qarışıq, bax, bu da gördüyünüz hər şey içində qalır. Bir dənə elektronikanı çıxmaq şərti ilə dostlar. Elektronikana paltar yuyan, televizor, xaladelnik. Bax, belə şeylər götürüləcək. Qalan hər bir şey evin içində qalır. Mebel, dəstləri, aksesuarlar gördüyünüz kimi hamısı öz yerində. Kakbalajlı super evdə, kombisi, radiatorlarına qədər hamısı var. Evin bu mebel nə görürsünüzsə qalır evin içində. Dediyim kimi elektronikanı çıxmaq şərti ilə. Qalan hər şey saz və babatdır. Bütün hər bir şeydə var, Wi-Fi-nə qədər hər bir şey necə lazımdır, səliqəli. Qalxaq ikinci mərtəbəyə, dəyərli izləyicilərim. Ya Allah, bu da ikinci mərtəbəmiz. Gördüyünüz kimi çox səliqəli, dəmir məhəccərləri, dostlar. Belə bir aboy kolleksiyası çox mükəmməldir. Evimizin istəyirəm otaqlarına girək. Bax, gördüyünüz kimi uşaq otağı, mebel qarışıq hamısı qalır. Restorana qədər hamısı mükəmməl. Mükəmməlin üstündədir. Sonra dostlar, bura digər yataq otağımız. Gördüyünüz kimi bütün hər şey qalır içində. Mebel qarışıq hamısı necə lazımdır. Ya Allah. Bura digər otağımız. Sev götürülür, qalmır içində. Baxın, kombisi, radiatoru, hər şey qaydasında. Panorama pəncərələri var, ilahi. Panorama pəncərələrə baxın. Məhləsiz saz, qəşəng, asfalt yol, hər şey qaydasında. Dostlar, real alıcılar, Ayşə xanımın əlaqə nömrəsi 055 570 96 40. Mənim əlaqə nömrəm 051 558 08 28. Evimizin qiyməti 85.000-ə təcili satılır. Buyurun, la ilahə illallah deyin evdə. Düşəridirsə, xeyridirsə Allahdan buyurun gəlin bu evi əldən qaçırmayın. Allahın izni ilə inşallah kim alsa bu evi də gəlin getsin. İnşallah gəlin köçürsün. Bax, Allahın izni ilə, xeyri Allahdan. La ilahə illallah.